Salam əziz müəllimlər, xoş gördük hər birinizi. İbtidai, MİQ və sertifikasiyaya hazırlaşan müəllimlərimiz üçün qəbul tipli 5 sualın izahını təqdim edirəm. İzaha keçməmişdən əvvəl nəzərinizə çatdırım ki, hələ də YouTube kanalımıza abunə deyilsinizsə, bildirişlərdən xəbərdar olmaq üçün kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, paylaşmağı və fikirlərinizi rəylər bölməsində qeyd etməyi unutmayın. İndi isə gəlin birinci sualın izahına baxaq. Verilmiş cümlədə ədəbi dilin hansı norması pozulmuşdur? Mən özümə qulaqcıq aldım. Baxırıq ki, bu cümlədə inversiya yoxdur. Eyni zamanda sözlərin yazılışında hər hansısa bir hərf səhvi yoxdur. Amma nə var? Qulaqcıq sözünün burada işlənməsi düzgün deyil. Mən özümə qulaqcıq almamışam. Mən özümə qulaqlıq almışam. Məsələn, hər hansısa bir musiqini dinləyəndə istəyirik ki, özümüz dinləyək, yəni kənardakılar bunu eşitməsin. Mən nədən istifadə edirəm? Qulaqlıqdan istifadə edirəm. Onun adı qulaqcıq deyil. Onun adı qulaqlıqdır. Növbəti video izahlarda qulaqcıq və qulaqlıq sözləri haqqında da ətraflı şəkildə danışacağam. Çünki bunlar başqa-başqa leksik mənalar ifadə edir. Əgər bu sözdə burada yersiz işlənibsə, demişdik axı, leksik norma bizdən nə tələb edirdi? Sözlərin mənalarına dərindən bələd olmağı. Gördük ki, burada qulaqcıq yox, qulaqlıq yazılmalı idi. Ona görə də nə pozulub? Leksik norma pozulub. Bu sözün burada işlənməsi düzgün deyil. Cavabımız olacaq B variantı. Baxırıq ikinci sualın izahına. Verilmiş cümlənin hansında ədəbi dilin qrammatik norması pozulmuşdur? Onlar dünən gəldilər. Baxırıq ki, burada mübtəda ilə xəbər öz yerindədir. Cümlə üzvlərinin ardıcılığı ümumiyyətlə düzgündür. İnversiya yoxdur. Eyni zamanda gördük ki, onlar cəmdədir. Gəldilər, bu da cəmdədir. Onlar insan anlayışı bildirdiyinə görə mübtəda cəm olarsa xəbər də cəm olmalıdır. Mübtəda tək olarsa xəbər də tək olmalıdır. Amma nə zaman? İnsan anlayışında. Onlar insandır deyə, eləmi? Cəmdədirsə, mübtəda xəbər də cəmdə olmalıdır. Deməli, burada norma pozuntusu yoxdur. Quşlar uçur. Demişdik ki, digər canlılar, yəni bura üzr istəyirəm, heyvanlar və quşlar daxildir. Demişdik ki, əgər söhbət heyvanlardan və quşlardan gedərsə, mübtəda cəmdə olanda xəbər cəmdə də ola bilər, xəbər təkdə də ola bilər. Yəni quşlar uçur, quşlar uçurlar. Norma pozuntusu yoxdur, çünki burada digər canlılar deyəndə insanlar nəzərdə tutulmur. Bura quşlar və heyvanlar daxildir. Quşlar uçur, quşlar mübtəda oldu cəmdə, xəbəri təkdə də ola bilər, cəmdə də ola bilər. Norma pozuntusu yoxdur. Şüşələr sındı. Şüşə nədir? Cansızdır. Demişdik ki, cansızlarda mübtəda cəmdə olanda xəbər təkdə olmalıdır. Bu da doğrudur. Quşlar uçurlardı. Hə, buradakıları görüb deməyin ki, müəllim, axı B variantı izah etdiniz ki, əgər söhbət digər canlılardan gedərsə, mübtəda cəmdə də ola bilər. Bunun cəmdə olmağında problem yoxdur. Quşlar uçurlardı yox, quşlar uçurdular. Yəni, buradakı D həmişə lardan əvvəl işlənir. İşlənmirsə, qrammatik normanın pozulması hesab olunacaq. Cavab D variantıdır. Üçüncü sualın izahına baxırıq. 10-cu sinif şagirdlərinin demək olar ki, hamısı axırıncı zəng günü münasibətilə akt zalına toplaşmışdılar. 10-cu sinif şagirdlərinin hamısı. Burada görürük ki, hamısı nədir? Təkdədir. Eləmi? Əgər təkdədirsə, bunun xəbəri də nə olmalıdır? Təkdə olmalıdır. Biz demişdik ki, əgər mübtəda insan anlayışı bildirərsə və təkdədirsə, xəbər də təkdə olur, cəmdədirsə, xəbər də cəmdə olur. Mən ona görə şagirdlərinin sözünə baxmadım ki, söz birləşmələri ilə ifadə olunan mübtədaların əsas tərəfinə baxırıq. Hamısı təkdədir, toplaşmışdılar, təkdə olmalıydı. Qrammatik norma pozuldu. Axırıncı zəng yox,
olmalıydı son zəng. Burada da bu sözün işlənməsi yanlışdır. Nə olacaq? Leksik norma pozulmuş olacaq. Leksik, qrammatik. Cavab olur C variantı. Baxırıq 4-cü sualın izahına. Tamaşanın ilk premyerası bugün idi cümləsində ədəbi dilin hansı norması pozulub? Premyera sözünün elə mənası ilk deməkdir, eləmi? Burada 2 dənə ilk sözü var. Yəni bu ilk sözünün burada verilməyi yersiz təkrardır. Necə ki deyirəm ki, məsələn, balaca körpələr ağlayırdılar. Balaca körpələr ağlayırdılar cümləsində balaca sözü burada artıqdır. Yəni körpə onsuz da balaca olur da. Məsələn deyirəm ki, oğlan əskərlərini hərbi hissədən tərxis etdilər. Əskər onsuz da oğlandan olur da. Baxın, burada bu sözlərin işlənməyi yersiz təkrardır. Yersiz təkrarlar da leksik normanı pozmuş sayılır. Cavab olur B variantı. Baxırıq sonuncu izahımıza. Deməli, zülmdən təngə gələn cəmaət xanın malikanəsinə hücum etdilər. Deməli, burada hücum eləyən kimdir? Cəmaətdir. Bu nə olacaq? Cümlənin mübtədasıdır. Hücum etdilər də cümlənin xəbəridir. Mübtəda cəmaət sözü nədədir? Təkdədir. Ortaya belə bir sual çıxır ki, bəs cəmaət sözü toplu isim deyil. Bəli, toplu isimlər tək isimlər hesab olunur. Əhali, cəmaət, ordu, partiya, sürü, naxır, ictimaiyyət bunların üzərində larlər şəkilsi yoxdursa, təbii ki, bunlar nə olacaq? Tək isim olacaq. Mübtəda təkdədirsə, insan anlayışı bildirirsə, xəbər də hökmən təkdə olmalıdır. Amma hücum etdilər cəmdədir. Deməli, bu zaman nə olur? Qrammatik norma pozulmuş olur. Cavab olur B variantı. Əziz müəllimlər, 5 qəbul tipli sualımızı sizlər üçün təqdim etdim. Ümidvaram ki, bu tip suallarımız azacıq da olsa faydalıdır. Faydalıdırsa bu izahımızı paylaşmağı, bəyənməyi, rəy yazmağı unutmayın. Siz bizlərə dəstək olun ki, biz də bu dəstəklərdən motivasiya alaraq, həvəslənərək sizlər üçün ibtidai MİQ və sertifikasiya imtahanlarına qədər inşallah ki, davamlı şəkildə kanalımızda video izahlar yerləşdirək. Sağ olun.